Hər vaxtınız xeyir əziz üçüncülər. Gəlin birlikdə mürəkkəb cümlənin nə olduğunu öyrənir. Daha sonra isə testlər və çalışmalar üzərində daha möhkəm şəkildə öyrənməyə çalışaq. Deməli, uşaqlar biz bilirik ki, cümlə bitmiş bir fikir ifadə edir. Amma mürəkkəb cümlə isə bir neçə fikir ifadə edir. Yəni, mürəkkəb cümlənin tərkibində bir neçə bitmiş fikir var. Deməli, uşaqlar, mürəkkəb cümlədə bir neçə icraatı və bir neçə hərəkət olur. Ona görə də belə cümlələr mürəkkəb cümlə adlanır. Gəlin tapşırıqlar üzərində daha möhkəm şəkildə öyrənməyə çalışaq. İlk sualda bizə deyir ki, birinci sualda hansı cümlə mürəkkəb cümlədir? Atam işdən gec gəldi. Baxın, burada işi görən atam, hərəkət isə gəldi. Burada bir bitmiş fikir var. Tofiq və bacısı kəndə getdi. İkisi də kəndə gediblər. O mətni oxudu, mən yazdım. Baxın, o oxuyub, mən yazmışam. Burada iki dənə fikir var. Cavab C variantı. Yağış yağırdı. Ona görə də burada da bir dənə, belə deyək, fikir var. Digər C variantında isə iki fikir var. 2-də deyir, qar yağdı cümləsini necə tamamlamaq olar? Gözəl rəsm çəkir, hər yer ağappaq örpəyə büründü. Daha doğrusu ağ örpəyə büründü. İşıq forun sarı işığı yandı, mən dərsi danışdım. Qar yağdı, hər yer təbii ki də ağ örpəyə büründü olmuş olacaq. 3-də isə bizə deyir ki, hansı fikir səhvdir? Mürəkkəb cümlədə bir neçə fikir ifadə olunur. Baxın, bu düzgündür. Bəli, bir neçə fikir ifadə olunur. Mürəkkəb cümlədə sözlər köməkçi sözlərdə olur. Bəli, elə köməkçi sözlər vasitəsilə çox vaxt bir-birinə bağlanır. Mürəkkəb cümlə bir fikri ifadə edir. Xeyr, bir neçə fikri ifadə edir. Cavab olacaq C variantı, yəni yanlış cavab. İşıq gecə söndü, ev qaranlıq oldu. Mürəkkəb cümlədir. Bəli, işıq sönüb, evdə qaranlıq olub. Ona görə bu da düzdür. Verilmiş cümlə haqqında doğru fikir hansıdır? Aydan gəldi, mən onunla parka getdim. Cümlədə bir fikir var. Doğru fikir istəyir, xeyr, iki fikir var. Aydan gəlib, mən getmişəm. Cümlədə sifət var. Burada sifət yoxdur. Baxaq, yoxdur, yox. Sadə cümlədir, xeyr, mürəkkəb cümlədir, bəli, cavabımız olacaq D variantı. 5-də deyir, hansı cümlələri birləşdirsək mürəkkəb cümlə yaranar. Səhər getdim, gecə gəzintiyə çıxıb biz dənizə getdik. Hava isti idi, gecə gəzintiyə çıxdım biz dənizə. Deməli, hava isti idi, biz dənizə getdik. 2 və 4-ü birləşdirsək mürəkkəb cümlə yaranar. 6-da isə deyir, hansı mürəkkəb cümlə deyil? Dərsi oxumadığı üçün 2 aldı. Dərsi oxumadığı üçün 2 alıb. Elə burada bir fikir var. İyul ayıdır, hava çox istidir. İyul ayı olub, sonra hava isti olub. 2 dənə fikir var. Ümid xəstə idi, ona görə də o gəzməyə gedə bilmədi. Yağış kəsdi, günəş çıxdı. Burada olacaq A variantı. 7-də hansı mürəkkəb cümlədə köməkçi söz yoxdur? Ayağının kefi yox idi, çünki burada var. Telefon zəng çaldı, anam cavab verdi. Burada yoxdur. Zəhra sevinirdi, amma burada amma var. Gecə oldu və biz yatdıq. Burada da var. 8-də deyir, xalqımız bayram etdi cümləsində nöqtələrin yerinə uyğun gələn cümlə hansıdır? Nənəm qonaq gəldi deyə biz niyə bayram edək? Xalqımız niyə bayram etsin? Novruz bayramı gəldi. Bəli, Novruz bayramı gəlir və insanlar, belə deyək də, bayram edir. Hava qaraldı deyə xalq bayram eləmir. Qonaqlar getdi deyə də xalq bayram eləmir. Cavabımız olacaq elə B variantı. Mürəkkəb cümlələri seçin. Dünəndən qar yağır. Bu sadə cümlədir. Axşam saat 7-dir. Sadə cümlədir. Külək əsirdi, hava soyuq idi. Bəli, külək əsirdi, hava soyuq idi. Mürəkkəb cümlədir. Səhər açıldı, quşların nəğməsi eşidildi. Bu da mürəkkəb cümlədir. Uyğunluğu müəyyən edərək cümlələri düzəldir. Yağış yağdı, müəllif sinifə daxil oldu, işıqlar söndü, hər tərəf palçıq. Bəli, yağış yağır, palçıq olur. Belə yazaq ya da. 1C. Zəng çalındı, müəllim sinifə daxil olur. 2A. 3. Həkim gəldi, xəstəni müayinə etdi. D. 4-dəki ildırım çaxdı, işıqlar söndü. B. Bu formada yaza bilərsiniz. Cümlələri tamamlayıb mürəkkəb cümlələr düzəldin. Səni gözlədim, amma sən gəlmədin. Telefonu söndürdüm. İndi ağlıma gəlmir, özünüz davamını gətirərsiniz. Nənəm corab toxuyurdu, mən dərslərimi hazırlayırdım. Müəllim gəldi, dərsi izah etdi. Biz dərsi danışdıq, belə olar.
4-də isə verilmiş cümlələrdə buraxılmış vergül işarəsinin yerini müəyyənləşdirin. Kitabxanaya getdim. Ammadan əvvəl həmişə vergül qoyulur. Amma kitabxana bağlı idi. Nənəm bizə gəldi. Biz çox sevindik. Qış gəldi, ayılar qış yuxusuna getdilər. Qış gəldi, ayılar qış yuxusuna getdilər. Gəmi sürətini azaltdı, çünkidən əvvəldə həmişə vergül olur. Çünki dənizdə fırtına başlamışdı. Köməkçi sözlərdən istifadə edərək verilmiş iki sadə cümlələrdən bir mürəkkəb cümlə düzəldib yazın. Bugün yağış yağdı, biz dənizə gedə bilmədik. Bugün yağış yağdı və biz dənizə gedə bilmədik. Bu formada yaza bilərsiniz. Əhməd bağdan alma yığdı, yığdığı almalardan yemədi. Əhməd bağdan alma yığdı, amma yığdığı almalardan yemədi. Anam bizimlə getmədi, çünki o axşama yemək hazırlayırdı. Qar yağdı. Uşaqlar həyətdə qartopu oynamağa getdilər. Ona görə də uşaqlar həyətdə qartopu oynamağa getdilər. Qarışıq verilmiş sözlərdən mürəkkəb cümlə düzəldib yazın. Yaxşı. Evə və anam gəldi, mən getdim. Anam evə gəldi və mən getdim. İslandı, yağış yağdı, torpaq. Yağış yağdı, torpaq islandı. Ətraf işıqlar qaranlığa söndü, büründü. İşıqlar söndü, ətraf qaranlığa büründü. Bu formada yaza bilərsiniz. Mürəkkəb cümlələrin qarşısına m, sadə cümlələrin qarşısına s yazın. Aydın dünən gəzintidə yorulub tez yatmışdı. Sadə. Düşmən geri çəkildi, ordumuz qalib gəldi. Mürəkkəb. Aysel fikrini söylədi, lakin Azər onu dinləmədi. Mürəkkəb. Bəh-bəh, nə gözəl havadır. Sadə. Deməli, verilmiş mürəkkəb cümlələrdən neçə fikir olduğunu qeyd edin. Yusif inin qapısını açdı, toyuq küçəyə çıxdı. Yusif qapını açıb, toyuq cüzədə çıxıb. Burada 2 dənə fikir var. Müharibə bitib, biz qələbə qazanmışıq, xalqımız sevinib. Burada 3 fikir var. Bayram gəlib, tonqallar qalanıb, uşaqlar da sevinib. Burada da 3 fikir var. Musiqi bitib, hamı müğənnini alqışlayıb. Burada da 2 fikir oldu. Baxırıq digərinə, digəri yoxdur. İndi isə belə deyək də boşluqlara, daha doğrusu mürəkkəb cümlədə vergül və bağlayıcılara baxarıq. Deyir ki, birinci sualda hansı köməkçi sözün əvvəl vergül qoyulur? Biz bilirik ki, vay ilə və uradan sonra vergül, daha doğrusu əvvəl vergül qoyulmur. Amma ancaq lakin sözlərindən əvvəl vergül qoyulur. 2-də deyir, hansı durğu işarəsi mürəkkəb cümlələri bir-birinə bağlayır? Təbii ki də vergül işarəsi mürəkkəb cümlələri bir-birinə bağlayır. Nöqtələrin yerinə uyğun gələn köməkçi söz hansıdır? Yeyə bilmədim, çünki ac deyildim. 4-də isə deyir ki, hansı mürəkkəb cümlə vergüllə bağlanmışdır? Sənan sevinirdi, çünki, burada çünki var, yəni köməkçi sözlə, yəni bağlayıcı ilə bağlanıb. Məryəm dərsə gəlmişdi, amma dərsə hazır deyildi. Burada amma var, yəni bağlayıcı ilə bağlanıb. Aytən tez sağaldı və məktəbə getdi. Burada da bağlayıcı ilə bağlanıb. Səhər açıldı, quşlar cəhcəh vurdu. Cavab D variantı. 5-də deyir, hansı köməkçi sözlər mürəkkəb cümlənin tərkib hissələrini bağlayır? Kaş bağlamır, of bağlamır, ay bağlamır. Ona görə də amma və lakin bağlayır. Cavab daha doğrusu B variantı olmuş olacaq. 6-da deyir, verilmiş cümlə haqqında hansı fikir doğrudur? Qış gəlmişdi, amma qar yağmamışdı. Cümlələr vergüllə bağlanıb. Xeyr, burada köməkçi söz var. Cümlədə bağlayıcı var, bəli, amma bağlayıcısı var. Cavab B variantı. 7-də deyir, hansı mürəkkəb cümlədə köməkçi söz yoxdur? Samir dərsdən gəldi, amma burada amma var deməli. Yağış yağdı və var. Emil kəndə getdi. Burada vergüllə bağlanan, belə deyək, mürəkkəb cümlə var. Köməkçi sözlə bağlanan mürəkkəb cümlə yoxdur. Cavab C variantı. 8-də deyir, mürəkkəb cümlədə vergül və bağlayıcının rolu nədir? Mürəkkəb cümlələrin tərkib hissələrini sadəcə bir-birinə bağlayır. Cavab B variantı olmuş olacaq. Baxırıq çalışmalara. Deyir ki, boşluqlara uyğun gələn bağlayıcıları yazın. Səhərə qədər gözlədim, amma dostum gəlmədi. Burada amma olacaq. Ayxan dərsə gəlməmişdi.
Çünki o xəstələnmişdi. Orxan yarışda qalib gəldi. Ona görə də atası çox sevindi. Hava soyumuşdu və biz qalın geyimlər geyindik. Vergüllə bağlanan mürəkkəb cümlələri işarələyin. Payız gəldi, uçdu getdi quşlar. Bəli. Məryəm yıxıldı çünki yer sürüşkən idi. Baxın, burada çünki bağlayıcısı var. Ona görə də çünkidən əvvəl mütləq şəkildə vergül qoyulmalıdır. Ona görə də burada vergüllə yox, köməkçi sözlə bağlanan mürəkkəb cümlədir. Anam işdən gəldi, biz dənizə getdik. Bəli, burada vergüllə bağlanıb. Həkim xəstəyə müalicə yazdı. Lakin burada da lakin olduğuna görə köməkçi sözlə bağlanıb, yəni bağlayıcı ilə. 3-də deyir, mürəkkəb cümlələrdə verilmiş bağlayıcıların altına xətt çəkin. Mən qışqırdım, ancaq heç kim eşitmədi. Səhər hava günəşli idi, amma günorta yağış yağdı. Anam mənə hədiyyə aldı və mən hədiyyəni çox bəyəndim. Qardaşım sevinirdi, çünki o imtahanı keçmişdi. Deyir, mürəkkəb cümlənin tərkib hissələrini bağlayan sözləri işarələyin. Amma, lakin, burada və, burada isə ancaq və ilə bu formada olmuş olacaq. Baxırıq digər tapşırıqlara. 5-də deyir ki, mürəkkəb cümlələrdə uyğun yerlərə vergül işarəsi yazın. Biz əynimizi qalın geyindik. Çünki hava çox şaxtalı idi. Leyla yüksəklikdən qorxurdu. Vergül. Ona görə də o yelləncəyə minmədi. Portağal xeyirli meyvədir. Vergül. Tərkibində C vitamini var. Mən anamı səslədim. Vergül. Lakin o məni eşitmədi. Bahar ağlayırdı 6-da. Bahar ağlayırdı çünki ayağı əzilmişdi. Mən meyvə sevirəm. Lakin bacım sevmir. Yaz gəlir və təbiət oyanır. Bu formada yaza bilərsiniz. 7-də bağlayıcının yerində işlənmədiyi cümlələri işarələyin. Ağacda tumurcuqlanıb, amma çiçək açmışdılar. Amma çiçək açmamışdılar olsaydı yerində işlənərdi. Yəni bu yanlışdır. Külək əsirdi, lakin soyuq değildi. Bu düzdür. Nigarın ayağı sınmışdı, çünki o ehtiyatsız davranmışdı. Bu da düzdür. Könül dedi ilə anası başa düşmədi. Bu da yanlışdır. Deməli, verilmiş bağlayıcılarla bağlanan mürəkkəb cümlələri yazın. Uşaqlar və, amma, ancaq, çünki, lakin. Bu bağlayıcılarla bağlanan mürəkkəb cümlələri özünüzdən düşünərsiniz. İstəsəniz şərh bölməsində də yazarsınız. Mən oxuyaram. Düzdür, yoxsa səhvdir, sizə bildirərəm. Yəni, cavab verərəm sizə. Videomuz faydalı oldusa bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.